Salam aleyküm əziz insanlar. Aydınlanma kanalına xoş gəldiniz. Bildiyiniz kimi bu kanalda mən heç kəsə öyrətmirəm. Bu kanal sadəcə dərk etdiyim həqiqəti sizinlə paylaşmaq üçündür və insanlar, siz dinləyicilər bu məlumatdan faydalana biləcəksinizsə, mənim üçün lap yaxşı. Faydalanmaq istəyirsinizsə, lap əla. Yaxud da ki, cahil olub, cahillikdə həyatdan həzz almağa və bu yuxunun içində yatmağa davam eləmək istəyirsinizsə, lap yaxşı. Mükəmməl olmaq istəyirsinizsə, o zaman Instagram coachlarına müraciət eləyə bilərsiniz. Burada isə sadəcə həqiqətdən danışılır və həqiqətin təmsilçisi olaraq, elə bil göydəki həqiqətin təmsilçisi olaraq mən bu dünyada onun adından danışmağa çalışıram, yəni onu göstərməyə çalışıram. Bu bir cəfəngiyyat olsa da. Xoşbəxtlik nədir? İnsanlar xoşbəxt olmağa çalışır. İndi mən bir mühazirəni başlayanda bir tarixçədən danışa bilərdim ki, ta qədim zamanlardan bu yana insanlar xoşbəxtliyin sirrini araşdırıblar, filosoflar bu haqda düşünüblər, şairlərin öz fikirləri olub və romantizmdən irəli gələn fikirlər bizim həyatımıza təsir eləyib. Amma mən belə danışmaq istəmirəm, bu mühazirə belə getməyəcək, mən sizə həqiqəti açıqlamaq istəyirəm. Onu demək istəyirəm ki, adamlar xoşbəxtliyi bir məqsəd kimi görür. Gəlin özündən danışım ki, sizə daha aydın olsun. Deməli, 18 yaşım olanda və 19 yaşım olanda mən 30 yaş, 40 yaş yuxarı insanlarla söhbətləşirdim. Və bu insanlar mənə hər zaman xoşbəxtlikdən danışırdı. Mənə deyirdi ki, sən kədərlisən, sən pesimistsən, xoşbəxt olmaq lazımdır. Və mən özümü cahil birisi hesab edirdim və yarımçıq kompleksi olan bir vəziyyətə, yarımçılıq kompleksi olan bir vəziyyətə düşmüşdüm. Mən düşünürdüm ki, mən xoşbəxt ola bilmirəmsə, mən xoşbəxtliyin açarını bilmirəmsə, mən sirrini bilmirəmsə, məni sevmirlərsə, mən müdrikləşməmişəm, mən həqiqətə yaxın ola bilmərəm, mən heç nəyi qavraya bilmirəm. Zaman getdikcə mən bu insanların necə də cahil olduğunu gördüm və onların harda ilişib qaldığının fərqinə vardı. Hansı düşüncədə, hansı fikirdə ilişib qaldıqlarının fərqinə vardı. Onu bilin ki, xoşbəxtlik məqsədə çevrilməməlidir. Nə xoşbəxtlik, nə müdriklük məqsədə çevrilməməlidir. Allahı Allahın özü üçün istəmək lazımdır. Burada bir hekayə yadıma düşür. Rabiə Ələdevi adında sufi bir qadın var idi. O gecələr evindən çıxırdı, balaca bir evindən çıxırdı və küçələrdə gəzirdi. Bir əlində alov aparırdı, tonqal, odun, yanan odun, bir əlində su aparırdı. Ondan soruşanda ki, sən niyə belə eləyirsən? O qayıtdı, dedi ki, mən istəyirəm ki, insanlar Allahı cəhənnəmdən qorxduqlarına görə yox, həmçinin də cənnət istədiklərinə görə istəməsinlər. Mən istəyirəm ki, insanlar Allahın özü üçün istəsinlər. Bildiniz bu nə deməkdir? Yəni, bu bizim ağlımızın necə işlədiyini göstərir. Biz fayda axtarırıq. Bizim ağlımız, iblisani diskursiv ağlımız, hər şeyi parçalayan, bütövi görə bilməyən ağlımız, cəmiyyətin bizə təqdim elədiyi ağıl, yəni struktur, ego struktur, nəfs dediyimiz bir şey hər zaman bir fayda axtarır və xalqlardan da asılı olan bir şeydir. Xalqların fəlsəfəsi var və düşüncələri, adət-ənənələri də, tarixçələri də bilirsiniz ki, fərqlidir və bizimki maddiyyatçıdır. Yəni, bir Azərbaycanlı olaraq sən həqiqəti fayda üçün istəyirsən, sən ondan faydalanmaq istəyirsən. O sənə elə belə lazım deyil, yəni. Elə belə sən onu qəbul eləmirsən, sən sual verirsən ki, mənim nəyimə lazımdır? Həqiqət mənə nə verəcək, nə üçün? İndi, burada belə bir şey var. Bəlkə də bunu qəbul eləyəcəksiniz, eləməyəcəksiniz, amma yenə qeyd edirəm ki, xoşbəxtlik, müdriklük, Allaha çatmaq məqsədə çevrilməməlidir. Sən Allahı cənnət üçün, cənnət xəzinəsi üçün
bağışlanmaq üçün, yaxud da ki, öləndən sonra kayfla dolu bir həyat yaşamaq üçün yox, yaxud da ki, cəhənnəmdən qorxursan deyə, səni orada cəzalandıracaqlar deyə istəməməlisən. Sən onu onun özü üçün istəməlisən. Təsəvvür et ki, bir qadın var, yaxud da ki, bir kişi var, sən onu sevirsən və onu sevərək ondan istifadə eləməyə çalışırsan. Sənin vicdanın sənə deməyəcəkmi ki, sən düz eləmirsən. İnsanı sadəcə o özü var deyə, özü kimidir deyə sevmək lazımdır. Sən onu sevirsən deyə sevmək lazımdır, düzdür? Ondan daha istifadə eləməyi düşünmək lazım deyil. Amma bizim cəmiyyətdə insanlar sevgiyə də belə baxırlar. Mən digər insandan necə istifadə eləyə bilərəm? Digər insan mənə nəyi verə bilər? Elə deyilmi? Qadın mənə nə verəcək? Kişi mənə pul verəcək, var dövlət verəcək, maddiyyat verəcək, rahatçılıq verəcək, məsuliyyətim aradan qalxacaq, daha çox düşünməyəcəm, o iş problemləri həll eləyəcək. Yəni biz insanı onun özünə görə, özü kimi olduğuna görə sevə bilmirik. Biz hər zaman düşünürük ki, o bizə nə verəcək? Ola bilər insanlar bir-birini sevsin, bir müddət sonra yenə də düşünəcəklər ki, bu mənə nə verir? Mən bundan nə əldə eləyə bilərəm? Bu mənə gələcəkdə nə vəd eləyəcək? Bildiniz? Çünki sizin iblisani ağlınız belə işləyir. Siz qəlb, ürəklə yaşamırsınız. Siz burayla yaşayırsınız. Burayla yaşayırsınız nə deməkdir? Yəni ki, diqqətinizi rasional düşüncələrə, gəlirə yönəldirsiniz. Siz maddiyyatdan gəlir əldə etmək istəyirsiniz. Həqiqətdən Allahdan, ali, ülvi, mənalı dəyərlərdən belə gəlir əldə etmək istəyirsiniz özünüz üçün. Siz istəyirsiniz deyəndə ki, sizin egonuz istəyir. Ego da nədir? Cəmiyyətin, toplumun bizə uşaqlıqdan qulağımıza yer etdiyi, şuurumuza yer etdiyi cəfəngiyyatla dolu düşüncələrdir. Və bu cəmiyyət sənə yalan danışır. Mən gördünüz, dedim 18 yaşındaydım, insanlar güya ki, ağıllanmış, müdrikləşmiş insanlar mənə bu cür cəfəngiyyat fikirlərini sunurdu və mənə daha pis hala salırdı. Eyni şey də sizə aiddir. Uşaqlıqdan sizə aldadırlar. Bu kanalda mən niyə həqiqət sözündən istifadə edirəm? Çünki mən sizə həqiqəti çatdırıram. Mənim məqsədim sizə aldadıb sizdən istifadə eləmək deyil. Mən sizə doğru, düzgün, tərtəmiz, civəyə oxşayan, civə şey eləyəndə, keçəndə prosesdən, müəyyən bir prosesdən sizin özünüzü əks etdirir. Sizin özünüzü əks etdirən həqiqəti sizlərə çatdırım. Xoşbəxtlik məqsəd olmamalıdır, müdriklük məqsəd olmamalıdır. Allaha gəlir üçün dua eləmək, namaz qılmaq, oruç tutmaq lazım deyil. İndi belə deyim. Nietzsche bir tərəfdən düz deyirdi. Ta qədim zamanlardan insanlar, digər insanların öz ideyalarını digər insanlara yeritmək üçün onların şuurlarına müəyyən ideyaları salmağa başladılar. Nədir bu ideyalar? Biz sizi çərçivələyirik, məsələn, xristianlıq dinində. Sizi çərçivələyirlər, günahla doldururlar və sən artıq özün öz içində günahları axtarmağa başlayırsan. Eləcə də, məsələn, şəriət nədir? Şəriət müəyyən insan modelinin böyüdülməsidir. Bildiniz? Bunlar hamısı bizə ali, ilahi bir nəsnə kimi təqdim edilir. Əslində isə bunlar, necə ki, məsələn, siz hərbi xidmətə gedirsinizsə, əskər, müəyyən edilmiş bir çərçivədə olan bir əskərə çevrilirsinizsə, eləcə də şəriətdən keçəndə siz müəyyən insan modelinə, onlara lazım olan, onlara tabi olan insan modelinə çevrilirsiniz, elə deyilmi? Bu da onun kimi bir şeydir. Və bunların ilahi anlamı yoxdur, sadəcə insan modelidir. Xristianlıq öz insan modelini qurur, özünə tabi olan insan modelini, İslam dünyası, şəriət fəlsəfəsi öz insan modelinə, ona uyğun, tabi olan insan modelini qurur və s. və s. Bütün dünyada bu belədir. Nə baş verir burada? Biz insanı götürürük, aşağılayırıq. Məsələn, xristianlıqda dediyim kimi də insanlar şizofreniya edir, öz içinə gedir, orada günah axtarmağa başlayır. Çoxlu günahlar axtarır. İslam dinində də insana
inandırılır ki, bax bu adam səndən üstündür hər bir şeydə, bu mükəmməl insandır, sən ona heç vaxt çata bilməyəcəksən, ömrü boyu çata bilməzsən. Bu bir. İkincisi də ki, peyğəmbərlər səndən daha çox əzab çəkib. Yəni sənin əzabın heç nədir. Əgər İslam desəydi ki, hər bir insanın əzabı boş bir şeydir, mən ona deyərdim ki, çox sağ olun, siz həqiqəti deyirsiniz. Amma İslam qeyd eləyir ki, sənin əzabların, çəkdiyin dərdlər heç nədir. Amma o peyğəmbərlər elə zülmlər, elə əzablar çəkiblər ki, sən onlara heç vaxt çata bilməzsən. Egoizm deyilmi bu? Hə? Tərtəmiz egoizmdir. Yəni sənin əzabların, dərdlərin heç nədir. İnsanı kiçiltmək, məhv eləməkdir. Yəni bu institutlar, ilahi, mənəvi strukturlar, fəlsəfələr ona görə mövcuddur ki, Nietzsche'nin dediyi kimi sizin içinizdə dixotomiya, parçalanma yaratsınlar və sizlərdən, sizin şuurlarınızdan özlərinə, öz ideyalarına uyğun olan, onlara tabe olmağı sevən insan türləri yaratsınlar. Bildiniz? Məsələn, Bertrand Russell'ın Qərb fəlsəfəsi hekayəsini, tarixçəsini oxuyanda siz xristian aləmində insanların qədim Roma və qədim Yunanistan fəlsəfəsinə təsirini və münasibətini görə bilərsiniz. Qıcıqlanırdılar, acıqlanırdılar, zəhləsi gedirdi insanların. Niyə görə? Mən sizə belə bir şey deyim. Yaxşı insan digər insanların yaxşı olmasını istəməyəcək. Mərhəmətli, şəfqətli insan digər insanları olduqları kimi qəbul eləyəcək. Mərhəmətli, şəfqətli insan digər insanın qəzəbli formadan mülayim formaya keçməsini tələb eləməyəcək. Çünki sən bilirsən ki, bu sənsən, o da odur da. Sənin mərhəmətin odur ki, sən onu olduğu kimi qəbul eləyirsən. Amma bu mərhəmət adıyla, şəfqət adıyla qıcıq, acıq, nifrəti yayan fəlsəfələr, dindarçılar neynirlər? Digər insanları özlərinə oxşatmağa çalışırlar. Bilirsiniz ki, 7-ci əsrdə İslam gəldi, Azərbaycanda neçə nəfər insanın başını kəsdi, İranda insanları öldürdülər, orada insanları öldürdülər. Niyə görə? Çünki tarix təsadüfdən ibarətdir. Əgər Sasanilər Bizans imperiyası ilə 100 il ərzində müharibə aparmasaydı və zəifləməsəydilər, İslam onlara bir şey edə biləcəkdimi? Yox. Və bunu Emil Çoran, gözəl, möhtəşəm filosof başa salır ki, çox tanrılı olan dinlərdə bizlər əziyyət çəkmirik, bizlər bütləşdirmirik Tanrını. Baxın, əgər Tanrı birdənədirsə, bu paradoksal həqiqətdir. Birdənədirsə, biz onu bütləşdiririk və əzab çəkirik. Amma Tanrı çoxdursa, biz rahat şəkildə hər birisini deneyə bilərik və şuurumuz da açıq olur, özümüz də yüngül oluruq. Biz günah yükünün altında qalmırıq. Amma Tanrı birdənədirsə, biz əzab çəkirik, bütləşdiririk, egoistləşirik və mübarizə aparırıq, digərlərini qəbul eləmirik. Onu da qeyd edir ki, Roma papası xristianlıq 20-ci əsrdən digər tanrıları da, digər dinləri də qəbul eləməyə başlayandan sonra çöktü. Çünki dinin təməlində, baxın, dinin təməlində siyasət var. Əgər bir din digər dinləri qəbul eləməyə başlasa, o çökəcək. Ona görə İslam dini nə deyir? Biz qəbul eləmirik, kəsin, vurun başlarını, ayələr var bu haqda. Niyə görə? Çünki bu belə olanda din möhkəm qalmağa davam eləyir. Bildiniz? Əgər o hər bir şeyi qəbul eləsə, həqiqi mülayimliyi göstərsə, o çökəcək, o məğlub olacaq. Ona görə gerçəklik belə işləyir. Və Nietzsche bu tərəfdən düz deyir. Və nə baş verdi? Biz insanları çərçivələndirərək, o bunu belə qeyd edir. İnsanın daxilinə özünü zindana salmasını sağladıq. Yəni, insan getdi daxilinə. Ona görə hər birimiz introvertik. Bəziləri deyir ekstravert, introvert, ekstra introvert, yəni belə bir yarımçıq bir şey var, yarı-yarı. Amma elə şey yoxdur, hər birimiz introvertik, böyük mənada. Çünki niyə görə? Hər birimizin içində ideyalar, vicdan və s. Düşüncələr, fəlsəfələr bir-biri ilə mübarizə aparır, bir-birinə zidd olan fikirlər bir yerdə yaşamağa çalışır.
və mövcud olmağa və bizim diqqətimizi, əsas çörəkləri olan diqqətimizi cəlb eləməyə çalışır. Və bu ideyaların, düşüncələrin heç birisi sənə aid deyil, heç vaxt da aid olmayıb. Onlar bu nəsnə, kollektiv şuursuzluqdan gələn fikirlərdir hamısı. Kollektiv şuursuzluqda qədim Misirdə var, Çində var, Şumerdə var, Tunc dövrü də var, Odisseyada var, Çində var, Yaponiyada var, Taylandda və min illər tarixçəsi və s. və s. Ezoterika var, mistika var. Bunların hamısı sənin kollektiv şuursuzluğunda mövcuddur. Sən istəsən ona görə də hər bir şeyi dərk eləyə bilərsən rahat mənada, rahat şəkildə. Və bu ona gətirdi, çıxartdı ki, insan artıq hər zaman diqqəti burada olan bir canlıdan burada düşünmələrə məruz qalan, ağrı, acı çəkən birisinə çevrildi. Heç bir canlıya oturub düşünməyə ehtiyac yoxdur. Onu da Nietzsche başa salır ki, biz düşünməyəcəkdik. Məsələn, Celal Şengör niyə deyir ki, niyə dinozavrlar təkamül eləmədi? Çünki hər yerdə yemək var idi. İnsanlarda bu yox idi. Siz o hətta süni intellekt vasitəsilə yaradılan bəzi videolara baxsaz, görəcəksiniz ki, insanlar ağacda otururdu, düşürdü, məcbur idi ki, gedib yemək axtarsın. Ağlını işlətməyə məcbur idi, zəkasını işlətməyə məcbur qaldı. Və Nietzsche deyir ki, yaxşılıq, mülayimlik, gözəl, müqəddəs insan modelinin yaradılması əslində böyük kobudluqla, qəddarlıqla keçirilib. Niyə görə? Çünki biz insanı sıxmaqla, ona dərd verməklə, ona əzab verməklə, onu sındırmaqla, onun içində parçalanma yaratmaqla onu idarə eləməyə və bizə uyğun bir insan modelinin yaranılmasına nail olmuşuq. Ona görə hər bir insanın içində paxıllıq, qısqanclıq, qəzəb, nifrət, acıq və s. şəhvət var. Amma bunu görsün biz ortaya çıxartmırıq. Çünki cəmiyyəti də elə qurduq ki, maskalar taxmaq lazımdır. Hər birimiz öz həqiqətimizi, özümüzü olduğumuz kimi içimizdə gizlətməliyik və hətta insanlar öz həyat yoldaşlarına, yaxınlarında olan insanlara belə öz həqiqi sifətlərini göstərmirlər. Ana uşaqdan özünü gizlədir, uşaq anadan özünü gizlədir. İndi isə gəlin, qaydaq bizim xoşbəxtlik və müdriklik haqda olan mövzumuza. Xoşbəxt olmaq nədir? Xoşbəxtlik sənə nəyə lazımdır? Hər yerdən sənə deyirlər ki, xoşbəxt olmalısan. Bəzi filosoflar o var, məsələn, Müşfiq Ötkün kimi filosof. O deyir ki, xoşbəxt olmaq məqsəddir. Yəni sən xoşbəxt olmamısansa, sən aydınlanmamısan, sən həqiqəti dərk eləməmisən, sən Allahın lütfünü, nurunu görməmisən, sən işıqlanmamalısan, sən cəfəngiyyatın, qaranlığın, cahilliyin içindəsən. Gəlin baxaq görə bu həqiqətən belədirmi? Yəni o deyir ki, kədərli olsan belə, əzablar olsa belə, yenə də xoşbəxt olmalısan. Niyə görə? Bu harda belə yazılıb? Çünki ta qədim zamanlardan bax bu müdriklük adında bir cəfəngiyyat var. Daosizmdə müdriklüyə qarşı çıxılırdı. Çünki Konfutsi gəlir Lao Tzu'nun yanına. Lao Tzu deyir ki, sənin öyrətdiklərinin mahiyyəti nədir? Deyir, nəcib insan olmaq, nəcib kişi olmaq, yəni mərhəmətli və ədalətli. Deyir, sən düz hərəkət edirsən, sən deyir, niyə insanın qanadlarını qırırsan ki? Sən niyə onu mərhəmət və ədalət qəlbinin içində olmağa məcbur edirsən ki? Sən niyə onu öz təbiətindən, öz saf, təmiz, axıcı olan təbiətindən uzaqlaşdırırsan? Sən niyə onu bir ideyanın içinə salırsan? Sən niyə onu müqəddəs olan birisinə çevirmək istəyirsən? Sənin məqsədin nədir? Egoizmdir bu. Bildiniz? Yəni bu yaxşılıq eləyənlərin də, yaxşı niyyətlə hərəkət edənlərin də egoları var. Sən nə ilə mübarizə aparırsansa, görürsən ki, məsələn, sən qəddarlıqla mübarizə aparırsan, amma bir müddət sonra görürsən ki, özün də qəddar bir insana çevrilmirsən, özünün də fərqin olmadan. Düzdür? Diqqətlə fikir versiniz, bunu görə bilərsiniz. İnsanlar nə ilə mübarizə aparırlarsa, ona da çevrilirlər zamanla. Məsələn, siz o dindarlara, müqəddəslərə baxsaz, demək olar ki, 90%-i cəfəngiyyatdır, yalançıdır.
və özlərindən bir şey göstərmək bilmirlər. Sadəcə müəyyən qaydalara riayət edirlər, müdriklük qaydasına riayət edirlər. Yəni mən belə olanda müdrik olacaq. Bu filosof da deyir ki, sən kədərli olanda xoşbəxtsənsə, sən müdriksən. Niyə görə? Çünki bu cəfəngiyatdır. Oshodur, digər mistiklərdir, Krishnamurtidir. Onlar yalançı cəfəngiyat fikirləri verirlər ki, yəni sən bunlara uyğunsansa, sən güya ki xoşbəxtsən. Sən xoşbəxtsənsə, deməli sən müdrikləşmisən. Kim sənin müdrik olduğunu qeyd eləyəcək? Hə? Bu hansı kitaba yazılacaq? Kim şahidlik eləyəcək ki, sən müdrikləşmisən? Kim şahidlik eləyəcək ki, sən cənnətə gedəcəksən və yaxud da ki, Allahın yanındasan? Və bu zirvədirmi? Bu normaldırmı? Bu belə olmalıdırmı? Bu sualları biz özümüzə vermirik. Çünki bir model yaradırlar, bu ustadlardır, müdriklərdir və s. tipajda olan adamlar. Bir model yaradırlar və deyirlər ki, sən bu modelə uyğun olmalısan. Bu filosofdur. Danışır və sən düşünürsən ki, mən kədərliyəmsə, xoşbəxt ola bilmirəmsə, deməli mən müdrik deyiləm, ola da bilmərəm. Deməli mən hələ böyüməliyəm. O deyirlər, sən hələ uşaqsan, böyüməlisən. Hara böyüməliyəm? Bu sözü deyən insanlar cəfəngiyatı anlamırlar, o anlamırlar ki, kim böyüməlidir? Bu mənlik kimdir? Böyüyən, diqqətlə qulaq asın. İnsanlar qulaq asırlar, qulaq ardı eləyirlər. Müdrikləşmək istəyən mənlik kimdir? Xoşbəxt olmaq istəyən, gəlir əldə etmək istəyən, xoşbəxtliyi digər insanlara göstərmək istəyən bu mənlik kimdir? Bu mənlik niyə xoşbəxtliyi mənimsəyir? Baxın, siz düşünürsünüz ki, xoşbəxtlik kədərdən artıqdır. Bunlar, bəziləri deyir ki, bunlar balansdadır. Bunlar belə də olmalıdır. Mən elə demirəm. Mən deyirəm ki, bunlar hamısı boşdur. Keçicidir, ötücüdür. Sən anlamırsan ki, xoşbəxtlik 95% hallarda sənin qarnında olan hormon, ifraz edilən hormonlardan asılıdır. Oksitosin, dopamin. Məsələn, sən kimisə sevirsən, onun yanında oturursan, oksitosin, dopamin qalxır və sən düşünürsən ki, ay Allah, mən Allahın dərgahındayım, mən Allahı görürəm. Və sənin o ruhsal təcrübələrin belə, oyanışın belə sadəcə psixikanın hormonlardan istifadə edərək yaratdığı bir vizual kokteyldən başqa bir şey deyil. Bildiniz? Yəni sizin ruhani təcrübələriniz də əslində bir boşdur, heçdir. Ötücüdür, keçicidir. Çünki bu ruhani hallar da, ruhani təcrübələr də ötür keçir, xoşbəxtlik də ötür keçir. Bax, bu hormonlar qalxdı. 5 dəqiqə sonra hardadır onlar? Dopamin, oksitosin hardadır? Yoxdur. Amma sənin beynin bunu öyrəşir və bundan asılı olur və bunu əldə etmək istəyir deyə sən bunu fiziki ehtiyac kimi yox, sən bunu ruhsal ehtiyac kimi görürsən. Bildiniz? Sizin Allaha can atmağınızın kökündə xoşbəxtlik istəyi dayanır. Acizlikdən qurtulmaq, əzabdan qurtulmaq, kimsə gəlsin sizin başınızı sığallasın. Belə bir şey olmur. Niyə görə? Ona görə ki, xoşbəxtliyin özü ali bir duyğu deyil. Kim sizə deyib ki, bu ali duyğudur, xoşbəxtliyə can atmalısınız, xoşbəxt olmalısınız, sevincli olmalısınız. Ali bir şey deyil. O acizlikdir. Niyə görə? Çünki burada olan hadisələrdən asılıdır. Məsələn, Sadguru deyir ki, burada siz, o da hiləgərlik işlədir. Deyir, burada siz işin eləyə bilməyəcəksiniz. Burada hər şey dəyişir. Xoşbəxtliyi içinizdə axtarın. Hansı içinizdə? Niyə diqqəti, işığı düz xoşbəxtliyi yüksəldərək, digərlərindən fərqləndirərək bizə başa salmağa çalışır. Niyə görə? Xoşbəxtlik kədərdən, qüssədən artıqdırmı, üstündürmü? Yox. Sadəcə sənin fiziki bədənin dopamindən, oksitosindən asılıdır. Sən bunların ikisini bir-birindən ayırt etməyi bacarmalısan. Sən bacarmırsansa, bunları eyni bir şey hesab edirsənsə, sən səhv yoldasan. Və sən anlamalısan ki, fəlsəfə tarixində, psixologiya tarixində bir çox düşüncələr, fikirlər bizim psixoloji ehtiyaclarımızdan yaranıb.
Xalqların fikirləri filan hamısı fərqlidir. Məsələn, Kitab-ı Dədə Qorquda görə 16 yaşında sən kimisə öldürməmisənsə, sən kişi deyilsən. İndiki dövrdə sən ailəvə yemək, pul gətirirsənsə, veşmeşok gətirirsənsə, başqa şeylər gətirirsənsə, sən kişisən, amma onda sən kişi deyildin. Hər şey dəyişir. Fikirlər də dəyişir, baxışlar da dəyişir. Nəsnələr də dəyişir və hər şey boşdur. Xoşbəxtlik digər hisslərdən önəmli deyil. Mən sizi bu müdriklüyə çağırıram. Mən sizi uşaqlıqda qalmamağa çağırıram. Böyüklük odur ki, sən xoşbəxtliyi kədərdən fərqləndirmirsən artıq. Bütün bu hisslərə ötücü, keçici hisslər kimi və boş hisslər kimi baxmağa başlayırsan. Onların sənin üçün heç bir əhəmiyyəti qalmır, dəyəri qalmır. Sən onlardan asılı vəziyyətə düşmürsən. Sadhguru deyir, xoşbəxtlik içində axtarın. Niyə? Mən orada o artıqdır, o üstündür, bu mənim məqsədimə çevrilməlidir. Yaxud da ki, sükut. Daxili sükut. Nəyimə lazımdır daxili sükut? Çünki biz bunu niyə çatmağa çalışırıq buna? Sualı verin də, sorğulama edin. Bəziləri deyir, neynirəm sorğulama? Bu sorğulamanı eləyəndə sən sual versin ki, bu mənim mənliyimə niyə lazımdır? Çünki sənin egon, mənliyin, bu sükutu, xoşbəxtliyi, müdriklüyü götürür, mənimsəyir. Niyə görə? Gəlir əldə etmək üçün, emosiyalar qazanmaq üçün, siğortalanmaq üçün, acizlikdən, əzabdan qurtulmaq üçün, digərlərinə özünü müəllim, peşəkar, aydınlanmış kimi təqdim eləmək üçün və ən əsası, sənin görmədiyin, sezə bilmədiyin, mənlik niyə bunlarla yapışır, niyə bunları mənimsəməyə çalışır? Bilirsən niyə? Çünki o mövcud deyil və özünün olduğunu bu cür üsullarla, hətta fəlsəfi üsullarla, maşın almaqla, maddiyatçı üsullarla, hər bir üsullarla sübut eləməyə, təsdiq eləməyə çalışır. O özü-özünə təsdiq eləyir ki, mən varam. Amma təsəvvür elə ki, mənlikdən, bax bu sükut istəyini, maşın istəyini, var-dövlət istəyini, xoşbəxtlik istəyini, Allah istəyini, yaxşı insan olmaq istəyini, cəmiyyətə yararlı olmaq istəyini, pis insan olmaq istəyini və s. və s. hamısını yığışdırdım mənlikdən. Mənliyin sütunu olacaqmı, təməli olacaqmı, nədənsə yapışa biləcəkmi? Yox. Ona görə özünü dərk eləmə, sorğulama, araşdırma odur ki, sən bütün bu cəfəngiyyatı mənliyin üstündən siləsən ki, o da axırda heç nədən yapışa bilməsin və yoxa çıxsın. Bildiniz, sorğulama, dərk eləmə prosesi nə üçün lazımdır? Mən sualını versəm, bu mənim nəyimə lazımdır? Mən kiməm? İçimdəki mənliyə bu nəyə görə lazımdır? Bunların hamısı boş şeydir. Ötücüdür, keçicidir. Müdriklük olmaq istəyirsən ki, başqalarından artıq olasan. Niyə? Çünki mənlik hər zaman ego belə işləyir. Ya mən kimdənsə artıqam, ya mən ən aşağıdayam, ya üstdəyəm. Ego bir ziddiyyətlərlə yaşayır. Ya budur, ya budur. Bunun ortası yoxdur. Mən desəm ki, orta yolla gedin, ego götürəcək, bunu da mənimsəyəcək. Yazacaqlar. O dedi ki, orta yolla getmək lazımdır. Buna uyğun deyilsinizsə, deməli siz müdrikləşməmisiniz, deməli aydınlanmamısınız, deməli müqəddəs də ola bilməzsiniz. Durun, rədd olun burada. Gördünüz? Ego, iblis özünü fəlsəfəyə də salıb, elmə də salıb. Gördü ki, fəlsəfə zat boş şeydir, keçir elmə. Orada nələrsə eləməyə çalışır. Mən dəfələrlə demişim ki, iblis Allah olmağa can atır və onun yerini tutmağa çalışır. Və bu fəlsəfələrlə o özünü bərk etməyə, özünün varlığını özünə sübut eləməyə çalışır. Əslində mənlik deyə bir şey yoxdur. Kim bunları mənimsəyir? Heç kim. Kim sizə deyir ki, bu bundan artıqdır? Heç nə. Sən niyə psixoemosionallığını həqiqət kimi qəbul edirsən? Niyə görə? Görmürsən ki, illüziyalar yaradılır hər yerdə, ağlın səni daima aldadır. Məsələn, mən bugün baxıram telefona, deyirəm ki, nə yaxşı telefondur. 2 gündən sonra baxıram, deyirəm ki, tıllayım qırağı nəyimə lazımdır. Gördünüz mü, necə aldadır, necə fərqli şeylər sayır. Və siz deyirsiniz ki, yaşım artır, müdrikləşim. Yaşın artır, fikirlərin dəyişir, sən müdrikləşmirsən. Bildiniz, ona görə xoşbəxtliyə can atmağın faydası yoxdur. Bu sizə bir şey vermir. İndi isə
Bax, belə bir kitab var. İndi bəziləri deyir ki, nəyə lazımdır? Bax, görürsünüz burada nə yazılıb. İndi bunu tərcümə eləyəcəm. Buradan bu kitabda yazılıb ki, bunu görün nə yazılıb ilk səhifələrdə. Yəni bunu təmiz bir yerə qoymaq lazımdır. Və Dzogchen deyir ki, digər müqəddəs kitablarla da eyni cürə davranmaq lazımdır. Yəni sən bunu bir oradan kitab polkasının zadına qoymaq lazım deyil. Və burada yazılanları anlayanda siz düz elə bu anın içində Allahın yanında olacaqsınız. İndi mən buradan bir neçə, ta əvvəldən bir neçə cümlə oxuyacağam. Əgər sizə lazımdırsa, əgər bilmək istəyirsə, təbii ki, deyə bilərsiniz ki, məsələn, bizə davamlı oxu bu haqda, bizə başa sal və s. Onu da mən sizə oxuya bilərəm. İndi isə gəlin görək, Longchen Rabdjan bizə həqiqətdən nə danışır və siz mənim dediklərimin təsdiqini görəcəksiniz. Birinci onu demək istəyirəm ki, burada post paylaşmışam. Mahayanada 28 növ boşluq. Bu Budizmə aiddir. Orada oxuyun, mütləq oxuyun onu, qavrayın. Post paylaşılıb burada. Mahayanada orada bir şəkildə var. Qadın şəkli belə, ay və günəş. 28 növ boşluq. Oxuyun, qavrayın. Və sual verməyin ki, bu mənə nə verəcək, nəyimə lazımdır bu. Sənin içində olan mənliyə işarədir. Gör o nə istəyir, sən kimsən, nəyə can atır. Araşdır da, fərqində ol ki, bu ağlan, bu zehnin necə işləyir. Nəsə, gəlin buradan bunu bir tərcümə eləmişəm. Bir dəqiqə. Bunu tərcümə elədim. İndi oxuyacağım sizə. Kitabın adını da tərcümə elədim ki, yəni siz rahat başa düşəsiniz. Longchen Rabdjan, təbii vəziyyətin qiymətli xəzinəsi. Yəni zehindən söhbət gedir. Yenə deyirəm, qərbdə kamillik irəlidədir. Şərqdə isə kamillik təbiilikdədir. Sən yəni balaca olanda 2 yaşında uca kamil idin, artıq möhtəşəm idin. Sadəcə paslanmısan, kirlənmisən və bu illüziyadır. Paslanmaq, kirlənmək, günahkar olmaq, günahlar içində batmaq belə bir illüziyadır. Bunun fərqinə varmaq lazım. Allahdan düşmək belə bir illüziyadır. Sən Allahdan düşməmsən, sən elə onun əhatəsindəsən, onun təbii halındasan. Sadəcə bunun fərqinə varmırsan. Bu zehin qorxur çünki. Hər cür fəlsəfə, hər cür fikir üyüdür ki, sən yatasan, qalasan, oyanmayasan. Baxın, sən deyə bilərsən ki, mən Allah var, mən təkəm burada, mən necə Allah ola bilərəm, onunla ola bilərəm. Bu yenə də sənin qorxduğun zehindir, ağlındır, qorxur. Diskursiv ağıl qorxur, mənliklər qorxurlar. Necə yəni, necə qorxuruq. Ona görə mən sizə hər zaman Revolver 2005-ci ilin Revolver filmini təqdim etmişəm. Sənin burada şərhləndirən, şərh edici ağlın, kommentariyalar verən ağlın yalançıdır, yalan danışır, səni qorxudur. İblis 2 cür işlədir. Ya şirnikləşdirir, deyir gəl yanıma, gəl, gedək onu eləyək, gedək onu xoşbəxt olacaq. Mütləq hər şey yaxşı olacaq. Ya da deyir ki, qorx, otur yerində, qorx, eləmə. Bu ikisini eləyən də iblisin təcəllisidir. Biri belə eləyir, qorx deyir. O birisi də deyir, gəl yanıma. İkisi də iblisdir, ikisi də səni aldadır. O bunun silahlarıdır. Şirnikləşdirmək, qorxutmaq. İndi qızıl həqiqətləri sizə dedim, indi də deyəcəm. Amma təbii ki, dəyər vermirlər insanlar, bu öz işləridir. Yenə də siz dəyər verirsinizsə, həqiqəti bilin, paylaşın, like qoyun, şərh yazın, fikrinizi bildirin. İndi oxuyuram, qulaq asın. Əvvəlcə mövcud olmamaq mövzusu təqdim ediləcək. Əşyaların mövcud olmayan təbiəti onların mahiyyətcə boş olmasındadır. Səmaya bənzər oyanmış zəkanın böyük sahəsində nə təzahür edirsə, bütün bunlar müstəqil təbiətdən məhrumdur. Dünya qabı və onun içindəki varlıqlar vasitəsilə 4 element
nə qədər dəyişkən şəkildə təzahür etsə də, açıq əsas məkanın səmavi qucağında bu boş formalar müstəqil təbiətdən məhrumdur. Çünki onlar oyanmış zəkanın təzahürləridir. Anladınızmı? Yəni, bu biraz qəliz dildədir, amma ümid edirəm ki, anladınız. Daha çox anlamaq istəyən şərtdə yaza bilər ki, məsələn, mən bunu anlamadım, bunu dərk eləmədim, yəni başa salmaq olar. Digər parçanı oxuyuram. Diqqətlə yenə qulaq asın. İllüzor obrazlar necə təzahür etsə də, onlar təbiətcə boşdur və substansiyanal deyildir. Lakin eləcə də təzahür edən və mövcud olan bütün şeylər yarandığı andan etibarən heç bir substansiyaya malik değildir və oyanmış zəkanı tərk etmir. Yuxu görəndə görüntülər yarandığı andan etibarən müstəqil təbiətə malik olmayaraq, yuxunun hüdudlarından kənara çıxmadığı kimi, sansara və nirvanada təzahür edən və mövcud olan hər şeydə nə substansiyaya, nə də xarakterik əlamətlərə malik olmadan oyanmış zəkanın sahəsini tərk etmir. Hərçənd təzahürlər zəkanın qarşısında bərqərar olsa da, onlar nə zəkadır, nə də zəkadan ayrı bir şeydir. Və madəm ki, onların illüzor təbiəti mövcud olmamaqda aydın şəkildə biruzə verir, onlar anındaca təsviri, ifadəni və təxəyyülü aşır. Ümid edirəm ki, bu sizə aydın oldu. Yəni, nə haqdadır bu? Onu deyir ki, görürsünüz, boş təbiəti yoxdur. İndi Mahayanaya aid o 28 boşluğu oxuyun. Bu deyilən sözləri də bir də videonu geriyə verib yenidən dinləyə bilərsiniz. Anlamadınızsa yenidən dinləyin, anlamadınızsa yenidən dinləyin. Götürün, yazın, bir əziyyət çəkin ki, qavraya biləsiniz. Ona görə görürsünüz, boşluq və nəsnələr heç birisi azad substansiyanal təbiətə sahib deyirlər. Yəni, bu nə görürsünüzsə, görürsünüz, deyir ki, yuxuda nə görürsənsə, yuxunun içindədir. Necə ki, çıxmırsa, hər şeydə sənin zehninin içindədir. Bundan kənara çıxmır. Bildiniz? Burada mənliyə yer yoxdur. Bunu başa salmaq olar, istəyirsə, istəmirsə. Və ona görə deyirəm ki, xoşbəxtliyə, müdriklüyə, sükuta, Allaha can atmaq egoizmlə ortaya çıxır. Və siz onun dalıcı qaçanda burasına, başına markovka asılmış bir canlıya çevrilirsiniz. Qaçırsınız, onu əldə edə bilmirsiniz. Çünki o əldə ediləsi bir şey deyil. Bu yalandır. Kim qaçır? Sual verin. Mən kiməm? Kim qaçır? Kim istəyir? Mən niyə bunun dalıcı gedirəm? Bu mənim nəyimə lazımdır? Lazım olan mənliyə niyə lazımdır? Hə? Bu mənlik bunu niyə istəyir? Bu mənlik bundan nə fayda görəcək? Məni kim aldadır? Bu şərhlər, kommentariyalar sizə yalan danışır. Ağlınız hər gün sizi aldadır. Ona görə oyanın, sual verin, sorğulayın. Bu qədər. Allah amanında.